İnsan özünə inanmalıdır ki, mən islah ola bilərəm. Bu qüdrət məndə var. Bu potensial bizdə var, xanımlı kişili. Bu yaranmalıdır bizdən. Amma necə yaranmalıdır? Neynəməliyik ki, yanansın? Yaranması üçün birinci məsələ budur ki, tələskən insandırsa həmən insan tələskənliyi qoysun kənara, tələsmir. Xasiyyət gec çevriləcək yaxşı xasiyyətə. Buradan rahat deyim sizə. Pis xasiyyətlərimiz ki var ha, zaman istəyir valla. 3 günə düzəlməyəcək, 5 günə düzəlməyəcək. Çox zaman istəyir, biraz dözməlisiniz. Biz niyə bəzi vaxtlar yoruluruq? Ona görə yoruluruq ki biz hər şeyin nəticəsini tez istəyirik, 3 günə həll olsun. Hər şeyin nəticəsini insan tez istəyir, tez olmayanda məyus olur. Allah İbrahimdən danışır, Quran-ı Kərimdə ayədə buyurur, İnnə İbrahim ləəvvahun halim. İbrahim ki, bu qədər qalibiyyət qazandı, Ul-Ləzim Peyğəmbərdir. Çünki o həlim insanı idi, həlim, səbirli idi. Hər şeyin tez nəticəsini gözləmirdi. 2 gün bir iş görən kimi tez nəticə axtarmıyor. Zaman istəyir. Mən görmüşəm, bax tələbələrə baxıram, hərdən bəzi tələbələr, istər universitet tələbələri, hər halda. Görürsən, məsələn, bir dənə alimə baxır, görür, nə sual verirlər, ona cavab verir. Nə sual verilir, cavab verir. Bu da onun kimi olmaq istəyir. Bu da istəyir ki, kim bunu nə sual verir, cavab versin. Düşdü bu babaya, gedir kitab oxumağa. 3 gün oxuyur, gecə gündüz, 4 gün oxuyur, 10 gün, 15 gün, 20 gün, baxır, görür, bu onun kimi hələ ola bilməyib. Çox bilmədiyi şeylər var. Çox bilmədiyi şeylər var, həvəsdən düşdü. Həvəsdən düşdü, qoydu təzədən kitabı, bağladı, qoydu kənara, qutardı. Görürsən, məsələn, həvəsə düşüb rus dili öyrənmək istəyir, ingilis dili öyrənmək istəyir. Görür, nə yaxşı danışır o birisi ingilis dilində, bu da öyrənmək istəyir, düzdür? Getdi, 2 gün oxudu, 2 ay oxudu, 3 ay oxudu, 4 ay görür, hələ danışa bilmir. Hələ oxuyuram, danışa bilmir. Bunun gözləntisi budur ki, 4 aya öyrənsin, 5 ay öyrənsin. Tez sıda bilmir, nəticə ediyini həvəsdən düşdü. Həvəsdən düşdü, kitabı bağladı, qoydu kənara. Bir dənə həyatımıza baxın, görün nə qədər yarımçıq qoyduğumuz işlər var həyatımızda. Nə qədər işləri biz yarımçıq qoymuşuq. Baxın, sənət seçənlər, peşə seçənlər, bir peşənin sahibi olmaq istəyənlər 3 ay bərbərlik elədi. 4 ay getdi, maşın ustası işləyir. 3 ay getdi, ev ustası işləyir. Heç müvəffəqiyyət qazanmayacaq belə insanlar. Heç vaxt. Bunu hindidən burada deyirəm sizə. Niyə? Çünki gözlənti budur ki, tez nəticə versin, tez nəticə olmayacaq. Bu zaman istəyir. Xasiyyətlərin də çevrilməsində tez nəticə axtarmayın. Bu zaman istəyir ki, bu xasiyyət çevrilsin yaxşı xasiyyətə. Əziyyət istəyir. Əziyyətə qatlaşmalısınız. Əgər siz gözləntiniz tez olsa məyus olacaqsınız. Məyusluq da yaxşı bir şey deyil. Ona görə Yaqub Peyğəmbər övladlarına deyir ki, Lə təyasu min rəvhillah. Ey mənim övladlarım, birdən Allahın köməyindən naümid olarsınız, naümid olmayın. Allah sizə kömək eləyəcək, əgər ümidlə yaşasınız. Əgər inansınız ki, nəticəyə çatacaq, narahat olmayın. İnanın ki, nəticəyə gəlib çata bilərsiniz. Dözümlü olun. Tez həvəsdən düşmək bizə yaraşmaz. Bir dənə xasiyyətin tez çevrilməsi alınmayacaq. İkinci məsələ nədir? İkinci məsələ budur ki, müqayisə eləyin özümüzü. Müqayisə eləyək. Böyük ruhiyyəli insanlarla özünüzü müqayisə eləyin. Görün, insanlar olub tarixən necə dəyişilib. Heç uzağa da getməyin. İndiki baxın, elə ətrafınızda bəzi adamlar var. Görürsən ki, mən hərdən baxıram, özüm də heyran oluram. Deyirlər, məsələn, bu bilirsən kimdir, bu keçmişi çox başqa cür olub. Amma indi elə sakitləşib, həlim insana çevrilib. Çox həlim insana çevrilir. Baxırsan, adam özü üzündən utanır ki, bu insan necə dəyişildi. Baxın, elə insanlara müqayisə eləməyə başlayın özünüzü. Müqayisə eləyəndə insan utanır. Başlayır, onda da bir hərəkət yaranır. O da başlayır addım atmağa. Bir nəfər deyir, dostlarımla dağa getdik, çatdıq. Dağa çıxmaq istəyirdim, baxdım bu boyda dağa mən çıxa bilərəm. Dostlarım dedik, qalxaq, dedim, yox, mən qalxa bilmərəm. Bir də gördüm, dağdan cavan xanımlar düşür. Xanımlara baxanda utandım. Dedim, bu xanımlar qalxıb düşür, mən qalxa bilmirəm. Ayıb deyil. Gəldim, qoşuldum dostlarıma, mən də qalxdım zirvəyə. Müqayisə elədi, qalxdı. Özünüzü müqayisə edin. Mənəviyyatlı insanlarla müqayisə edin. Mənəviyyatsız insanlardan söhbət getmir. İnsan var, mənəviyyatı yoxdur. Çalışın, maddi məsələlərdə xüsusilə özünüzü müqayisə eləməyin. Maddi məsələlər bilirsən nədir? Bunun pulu var, mənim yoxdur. Bunun maşını var, mənim yoxdur. Filan kəsin filan vəzifəsi var, amma mənim yoxdur. Belə elə söz həyatınız qaralacaq, inanın. Həyat qaralır.
Xoşbəxt olmaq asandır. Amma nə çətindir? Özü ki, başqasının xoşbəxtliyi ilə müqayisə edəcəksən ha. O necə xoşbəxtdir, onun 3 dənə övladı var, hamısı universitetdə oxuyur. Mən niyə bu gündəyəm? Heç vaxt xoşbəxt olamayacaqsan. Niyə? Çünki sənin gördüyün reallıq deyil. Çünki sən baxırsan ona, o qarşı tərəf nə qədər xoşbəxtsə daha artıq görürsən onu. Sən elə bilirsən ki, onun dərdi yoxdur. Daha filan kəsin 3 dənə oğlu universitetdə oxuyursan, pulu varsa, maşını varsa, heç dərdi yoxdur. Səndə belə bir fikir canlanır. Səndə ki bu fikirlər canlandı, sən heç vaxt xoşbəxt ola bilməyəcəksən. Sən həmişə böyük şeylər bu mənada axtarırsan, amma görsən alınmayacaq. Mənim pulum olmur, mənim maşınım yoxdur, get-gedin narahat olsun. Xoşbəxt olmaq istəyirsinizsə belə müqayisələr eləməyin. Yanlış müqayisələrdir. Hətta çalışın özünüzlə müqayisə eləməyi bacarın. Özünüzlə müqayisə edin. Qəribə sözdə, necə özümlə müqayisə edeyim? Bir dənə baxın, bəzi vaxtlar insanlar görürsən də, hə? İndi həyatında olar insanların, adətən çox insanların. Bir yemək yemək istəyir, fikirləşir, filan rayonda o yeməyi qəşəng bişirirlər. Yığdı dostlarını. Həmən yeməyə görə 8 saatlıq maşını sürür. Gedir, çatır ora. Çatandan sonra yeməyə gəlir süfrəyə. Yeməkdən də təxminən 20 dəqiqə ləzzət alacaq. Yemək çox ləzzət vermir adama, düzdür? Doyursan da qutarır. 20 dəqiqədən sonra qutardı, getdi. 20 dəqiqəlik ləzzətə görə bir 10 saat maşını sürür, razıdır olan. Gəlir ki, o 20 dəqiqəlik ləzzətə götürsün. Bəs niyə mənəvi məsələlərdə bu əziyyətlərlə qatlaşmırıq? Özümüzü müqayisə edəyik. Niyə mənəvi məsələlərdə mən belə şeylərə qatlaşmıram? Niyə gecə vaxtı qalxıb bax əziyyətə qatlaşmıram ki, onsuz da Allah mənə çox nemətlər verəcək axı. Özümüzə baxaq, özümüzü müqayisə edək. Bir alimlərdən biri deyirdi, övladımı gecə namazını qaldırdım, dedim bala dur gedək gecə namazı qal. Nəcəfdə yaşayırdı. Deyib balam durdu, deyib baxdım, gördüm durmaq istəmir. Gördüm alınmır da bəzi güclə deyək. Amma deyib bir tər durğuzdum bunu. Alim idi, bilirdi də necə eləmək lazımdır. Durğuzdum bunu, götürdüm, Əlləslamın hərəminə aparım ki, gedək gecə namazı qılaq. Yarı yolda gördük bir dənə fəqir dayanıb, əllərini açıb pul istəyir. Ciddi yandım. Dedim, bala, bax ona. Baxdı. Dedi, bala, görürsən bunu? Dedim, bəli, görürəm. Dedi, bala, buna kimsə söz verib ki, ya, axşam vaxtı dilənçilik elə sənə çıxardıb bir nəfər 1 manat verəcək. Kimsə söz verib buna? Deyir, heç kəs söz verməyib buna. Deyir, bəs niyə dayanıb burada? Deyir, ehtimal verir ki, gecənin bir aləm, birdən bir nəfər buradan keçər, bu bir ehtimal. Bəlkə fikrinə düşər, mənə pul verər, bu ikinci ehtimal. Ola bilsin cibində pul olar verər mənə, üçüncü ehtimal. Bu ehtimallarla gəlib oturub əlini açıb. Düzdür? Deyir, bəli. Deyir, amma sən bu gecə namazı ki var, Allah ehtimal vermə. Allah özü Quran-ı Kərimdə buyurur ki, فَلَا تَعْلَمْ نَفْسٌ مَا اُخْفِيَ لَهُمْ. Siz bilirsiniz gecə namazını qılsınız, Allah sizə nələr verər? Bunu Allah deyir. Allaha da şək şübhə yoxdur. Özü deyir, elə şeylər verəcəm ki, baxanda deyəcəksiniz, bu nədir? Bu nə neymətlərdir? 100%'lik sadiq olan Allah, düz danışan Allah sənə söz verib ki, gecə namazı qılsın, sənə bunu verəcəm. O fəqirə bax, özvə bax. O fəqir dayanıb orada ehtimalla, amma sən 100%'lə qalxmaq istəmirsən ayağa. Bir dənə həyatımıza baxaq onun. Görək, niyə biz maddi məsələlərdə canfəşan edirik? Məsələn, görsən, bir adam bilir ki, əziyyətdir də, səhər 7-də qalx, işə get. Nə üçün gedir? Gedir, işləyir, ayın axırında 300 manat pul alsın. Əziyyətlərə qatlaşır. Niyə? Balam ac qalmasın. Böyük insandır həqiqətən. Sağ olsun ki, razılaşır ki, balam ac qalmasın, öz yuxusuna da haram qatır, düzdür. O gedir, gecə səhərdən işləyir, gecəyəcən. Amma ona heç kəsə təşəkkür eləməyəcək. Kimsə gəlib onu deməyəcək, maşallah işləyirsən, özü üçün işləyir də. Heç təşəkkür də yox, heç o da yox, heç bu da yox. Amma əziyyət çəkir. Niyə? O maddiyyatı qazansın. Bəs niyə mənəviyyata qarşı bu qədər süstlük? Niyə mənəviyyatımıza bu qədər fikir vermirik? Bildiniz nə demək istəyirəm? Niyə mənəviyyatımıza bu qədər baxmırıq? Mənəviyyat bizə lazım deyil. Özünüzlə müqayisə edin. Və axırıncı sözümdən yekunlaşdıracağım xutbəmi. Üçüncü məsələ nədir? Üçüncü məsələ sizə müjdə olsun üçün deyirəm buna. Müjdə. Çalışın, xislətlərinizi dəyişməkdə qədəm qoyun. Allah sizə kömək edəcək. Allah sizə yar olacaq. Buradan arxayın olun. Qədəm bə qədəm Allah sizə kömək edəcək. Onu hiss edəcəksiniz siz. Niyə? Cavab verəm sizə. Çünki siz haqq yolda addım atırsınız. İlahi nizamla addım atırsınız artıq. Günah nədir? İlahi nizama qarşı çıxmaqdır da. İnsan özünü islah eləməsi nədir? İlahi nizamda qədəm qoymaqdır. İnsan ilahi nizamda qədəm qoyduqca Allah ona kömək edir. Çünki bir şey nizama uyğun hərəkət eləsə,
O inkişaf eləməlidir, başqa yolu yoxdur. Baxın, bir dənə sizə sual verim. Amma əksinə olsa, bir şey nizamın əksinə olsa o inkişaf eləməyəcək. Bir ambar buğdanı gətirin atın asfaltın üstünə. Nə olacaq? Çıxacaq, inkişaf eləyəcək, inkişaf eləməyəcək. Quş, qarğa yeyəcək onu, düzdür? Bir ambar buğdadan heç nə bitmədi. Amma o bir ambardan bir dənə buğdanı götür, yeri qaz, buğdanı qoy, torpağa tök üstünə. Suyun da ver vaxtında, o bir dənə buğda inkişaf eləyəcək, yüzlərlə buğda olacaq. Niyə? Bir dənə buğda inkişaf edir, yüzlərlə buğda olur. Bir ambar buğdanı tökürsən bir dənə yerə, amma heç nə əldə eləyə bilmirsən. Çünki o bir ambar tökdüyün buğda ki var, asfaltın üstünə tökmüsən, nizamın əksinə hərəkət eləmisən. Amma bir dənə buğda ki qoymusan torpağın içinə, o nizama uyğundur. Allahın qoyduğu nizam budur ki, sən o buğdanı torpağın içinə qoysun, o buğda inkişaf eləməlidir. Aydındır fikrim sizə? Yaxşı xislətləriniz üzərində, pis xislətləriniz üzərində çalışın, sanki o buğdanı əkirsiniz. O mümkün deyil cavab verməsin. İnanın ki, o buğda dediyim buğda bir vaxt inkişaf eləməlidir. Narahat olmayın. Çalışacaqsınız, Allah yar olacaq. Çəkiləcəksən qırağa, qalacaqsan belə. İnkişafsız qalacaqsan. Bax, bu dediyim məsələ ki var, sonda yekunlaşdırdım. Özümüzə inam istəyirsə tələsməyin. Bir, tələsməyə ehtiyac yoxdur. Heç tələsməyin. İkinci nədir? İkinci də bu idi ki, çalışın, müqayisə eləyin böyük ruhiyyəli insanlarla özünüzü. Üçüncü də bu idi ki, ilahi nizamda addım atırsınızsa müjdə verdim sizə ki, narahat olmayın. Bu Allah sizə kömək edəcək. Bizim o tanıdığımız Allah bizə kömək edəcək. Çünki o Allah çox rəhimli və mehribandır.